Herkese salam, TV Show Magazin kanalımıza xoş gəldiniz. Sevilən və tanınmış aparıcı Zaur Baxşəliyev canlı yayım zamanı Pərvin və Əkbərdən danışıb. O bildirib ki, onların verilişə gələcəyi haqda heç bir məlumatı yoxdur. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Gələcəyi gərək deyəm, yazıq mənə 100 dəfə deyib, gəl dərmanlarımı iç, gəl dərmanlarımı iç. Məsuliyyətsizlik edir. Üstünüzə salın, bu dişim necə ağrıyorsa, dişim dişimə deyəndə. Mən dişimi düzəltdirdim, axı 2 il bundan qabaqda. Canında qalsın. Əlbəttə mən kiməsə demərəm, sənə gəlsin. Üstünüzə sağlıq dedim, axı. Sağ olun. Увидеться, спасибо. Bura Novikov'du. Kafe. Yok, hiç yere geçmiyor. Bu yok, ülkeden çıkmamışım. Hiç yere geçmiyor. Hiç yere çıkmıyor. Teksipler verildi de en azı baktınız. Gölgelerde. Vermədim axı. Nə deyim? O qədər boş-boş şeylər yazılır ki, nə deyim? Bir ədəb söz işlətdi. Mən şokda idim. Sözün açıq Zarina təzə-təzə gələndə mən ona haqq qazandırmadım da ki, niyə qaçmısan, düz eləməmisən, ürəyimdə. Dildə demirdim, amma ürəyimdə haqq qazandırmırdım da. Amma sizi inandırım ki, zaman-zaman mən hələ deyirəm ki, necə oturmuşsan da orada. Həqiqətən. Müşteri sayı, Zarinanın axırına çıxmamış, əl çəkən, Zarinanın axırına mən çıxmıram, Zarinanın axırına çıxacaqdım. Biz qoruyuruq onu, müşteriyə satışı. Ben o işlere karışmam. Biz şok Pərvinlə özlə DNT-yə gedilmiş. Pərvindən soruşunda. Pərvin. Açmışam ha. Bəli. Hamı soruşur, 3200 adam var, hamı soruşur hardasan, deyirəm Novikov'dayım. Hamı deyirəm, hamı bura gəlsin. Bəs mənim xeyrim nə olacaq? Açdı uzamayan. Спасибо. Это шутка. Allah'ın heç demirəm, mən gələndə belə. Bilirsiniz, DNT-dən qabaq o qədər hadisələr olmuşdu ki, mən niyə açmaq istəmirdim də, sözünü açıq. Sözünü açıq, bugün efirdə də deyəcəm, mən bunu efirdə də deyəcəklərim var, əlavə. Çünki DNT-dən qabaq elə bir şeylər olmuşdu ki, məsələn, ona görə bütün münasibətlər artıq bitməli idi. Yəni bitmədisə, davam elədisə, mənə görə o artıq DNT-nin heç bir anlamı yox idi.
каждой шутки доля шутки остання правда. Gözəl bala, sən yorulmadın. Sən özünə fikir ver. Məni heç vaxt iş yormur da. Yəni iş, məsələn, qaçaqov, gedim, çəkim, işləyim, gecə, gündüz. Bu məni yormur. İş, məsələn, qaçaqov, gedim, çəkim, işləyim, gecə, gündüz. Bu məni yormur. Məni yoran anlaqsız insanlar olur ha, bəzən görürsən ki, məsələn, anlamırlar və ya başa düşmədən hərəkətlər eləyirlər və ya sənin elədiklərini qanmırlar. Məsələn, adamın yaxını, əzizi, qanı, canı yaxın durmur, sən ona yaxın durursan və o bunu sanki anlamır, sənin elədiklərini borcundur kimi elə bil qəbul eləyir də beynində. Daha başa düşmür ki, məsələn, hər bir yaxşı insanın da, hər bir mərhəmətli insanın da, mən tək özümü demirəm, amma ümumiyyətlə, hər bir mərhəmətli, hər bir yaxşı insanın da bir nöqtəsi var da, dur dediyi yer var. O heç nəyə baxmayaraq dur deyə bilər. Yəni dayanar və artıq bitdi bundan da. Məni belə insanlar, anlamayan insanlar, sən heç kim tərəfindən qəbul edilməyib, doğmaların, yaxınların, atan, anan, qardaşın, əzizin, doğma tərəfindən qəbul edilmirsən, atılırsan və gəlirsən, sənə yaxşılıq edilir. Ümumiyyətlə, bu hər kəsə aiddir, çevrəmdə olan hər kəsə aiddir. Və bu yaxşılığı eləyirsən, o yaxşılığın müqabilində insan ilə birlikdə sən borclusan. Və bu məni yorur. Əgər çünki heç kimə borclu deyil bu həyatda. Hər kəs zəhmətlə, əziyyətlə, çətinliklə, yaxşılıqla, pisliklə, hər nəyləsə bir təhər başını dolandırır da. Elgün haqqında danışacaqsınız bugün. Bilmirəm, bəlkə də danışacağıq, amma istintaqı gözləyirik də. Xankəndindən salamlar. Qisməti, yazısı, həyatı xaricdə gətirən insanlarımız var. O onların seçimidir. Hörmətlə yanaşır. Xuduz Azəvi, çox sağ olun. Laçından salamlar, Lerikdən salamlar. Buran Novkovdur. Əkbər gələcək efirə. Bilmirəm axı uşaqlar. Biz əlaqə saxlamışıq da. Axırıncı dəfə əlaqə saxlayanda dedilər ki, açın DNT-ni biz deyil sizə həvalə eləmişik. Nə deyim? İnsanların seçimlərinə, həyatlarına mən hörmətlə yanaşıram. Bir insan çox sağ olun. Bir insanın seçiminə, həyatına dünən elə hamımız şok idik. Nəm gögərti, otalaq. Sabah istərik, bura hansı məkanda? Novikovdur. Əkbərlə, Pərvinlə bilmirəm axı hardadılar. Yəni bizə məlumat vermirlər bu barədə, danışmırlar, xəbər vermirlər. Amma ən azı yəqin ki, efirə qoşulub və yaxud efirə gəlib bir açıqlama verərlər də necə qəbul etdilər.